Və Allah Nurlanın da qapılarını açsın. Biz bilirik ki, bugün məhkəmə olub və məhkəmədə Nurlana 3 il 6 ay iş verilib. Mən çox üzüldüm buna, həqiqətən də çox təəssüf eləyirəm. Qanun elə bir şeydir ki, qanun qarşısında hamımızın boynu qıldan incədir. Və heç Zaten birimiz... həmişə dedin. Bəli. Mən sənin dayağınam, sənə kömək eləyirəm, sənə böyük qardaş kimi yol göstərirəm, Amma qanun əziyyətini qarşısında çəkirəm, biz bir şey deyə evini bilmərik. geri aldın, verdin, evini təmir elədin, Toy xanımına toy elədin, qəşəng-qəşəng gətirdin, hər şeydə kömək elədin. Amma qanun dedin, qanundur. Bunu Bəli. sən də deyirdin, Bəli. mən də deyirəm. Amma yenə də Şəfaya biz Allahdan səbir diləyirik. Səbir. Yəqin ki, ailəsinə qayıtdı, anası gelin yanına qayıtdı. Qayıtsın anası yanına. Qayıdacaq ora, gözləsin. Cavab Allah çox- eləsin ki, bir amnistiya olsun və biz bilirik ki, cənab prezident tez-tez amnistiyalara imza atır həm və biz amnistiya, inanırıq, həm də- arzu eləyirik ki, tezliklə bir amnistiya olanda Nurlanın daha doğru keçsin. Həm Çünki də əff komissiyası olur. Ancaq cənab prezidentimizə məxsusdur ki, əff eləyir. Bəli. Məhz o dustaqların arasında 15 ildən yuxarı deməli cəzaya tətbiq olunanlar, aralarında ömürlük azadlıqdan məhrum edilənlər də var ki, yalnız Bəli. cənab prezidentin əffinə sığınır. Bəli. İnşallah ki də olacaq. İnşallah, düzdür, 3 il 6 aydır. İndi bilmirəm onun nə qədəri çəkilmiş hesab olunacaq. Yox, mən Nurlanı deyirəm. Yəni nə qədəri çəkilmiş olacaq, nə qədəri hesablanmış olacaq. Biz bunu dəqiq bilmirik. Amma ki, bildiyim qədərilə bugün artıq hökm oxunub və elə məhkəmə zalından da həbs olunubdur Nurlan. Çünki residivist kimi gedir burada söhbət və ayağında qandal ola-ola təkrar oğurluq hadisəsi və ümumiyyətlə iştirak etməsi də həmin